Salam, hər vaxtınız xeyir olsun. Bu gün kimya fənni üzrə miq və sertifikasiya deməli imtahanı üçün verilmiş çərçivə sənədi ilə tanış olacağıq. Deməli, hansı bölmələr imtahan suallarında yer alacaq, onları göstərəcəyik, amma çərçivə sənədinə keçməmişdən öncə bir şey xatırlatmaq istəyirəm ki, bizim miq qruplarımıza və sertifikasiya qruplarımıza qeydiyyat davam edir. Deməli, dərslərdə iştirak etmək üçün nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Deməli, kimya fənni üzrə çərçivə sənədi göründüyü kimi məzmun hissələrində maddə və maddə aləmindən 14 sual sayı, kimyəvi hadisələrdən 18, deməli, eksperiment və modelləşmədən 4, kimya və həyatdan 4. Cəmlədikdə bəli, miq imtahanına cəmi 40 sual düşür və həmin sualları əhatə edəcək mövzular tam olaraq bu mövzulardır. Əslində 2025 ilə demək olar ki, çox da fərqi yoxdur. Deməli, sadəcə miq imtahanında iştirak edəcək və ya sertifikasiya imtahanında iştirak edəcək müəllimlər. Nəzərə alaq ki, kimya fənnində artıq hesab tipli məsələlər çoxdur. Yəni, kimya və həyat hissəsində həqiqətən də çox az bir sual düşür. Adətən hesab tipli suallar, hesablama və s. çox uzun olur və əksər müəllimlərimiz imtahanda vaxtı düzgün bölə bilmirlər. İmtahanda vaxtı necə bölmək lazımdır? İmtahana necə hazırlaşmaq lazımdır? Hansı testləri işləmək lazımdır? Bu sualları bəli, hamımız bilirik ki, əslində kimyada demək olar ki, əksər mövzular buradadır. Əsas mövzu adı deyil. Bu mövzudan nə tip suallar düşə bilər? Necə suallar düşə bilər? Daha çox hansı mövzulara üstünlük verir? Bəzən olur ki, bu suallar tək düşmür, bir-birlə əlaqəli şəkildə düşür. Misal üçün maddə miqdarı. Maddə miqdarını tək vermirlər, birləşdirirlər elektroliz bölməklə. Yəni, bu elektroliz bölməsindəki məsələ, maddə miqdarındakı məsələ birləşdirdilər. Sanki fəndaxili inteqrasiya aparırlar suallarda. Ona görə də, yəni, hansı sualların düşmə faizi çoxdur, hansı suallar bir-birindən əlaqəli şəkildə düşə bilər və s. Bunları öyrənmək üçün təbii ki, bizim dərslərimizdə iştirak edə bilərsiniz və bayaq qeyd etdiyim nömrə ilə əlaqə saxlayaraq elə indicə vaxtında miq qruplarına qeydiyyatdan keçə bilərsiniz. Çünki nə qədər tez qeydiyyatdan keçsək, nə qədər tez hazırlaşsaq, nə qədər çox test işləsək, deməli, imtahanda o qədər də yüksək nəticəmiz olacaq.